Deməli, Ramanı qəsəbəsində yerləşən Ballı marketdən vətəndaş un alıb. Bunun adı nədir? Mehriban. Mehriban unu, hə, Mehriban unu. Onu aparıblar evə, o qurtları göstər görüm. Bir dənə hə, onun içindən qurtlar çıxıb, hə, ötənə. Aysa, onun içindən baba görürsüz. Onun içindən hə, qurtlar çıxıb. Və ən maraqlısı odur ki, vətəndaş bu bağlamanı götürüb gəlib bura. Burada onu dəyişməyiblər, pulunu da qaytarmayıblar. Bu, indi mən çıxıb çöldən də çəkəcəm. Ballı market, Ramanı qəsəbəsində, yeni Ramanı qəsəbəsində yerləşən Ballı market. Bax, budur Ballı market. Buyurun. Böyük ehtimal ki, sabah qida təhlükəsizliyindən nümayəndə dəvət edəcəyik və burada çəkiliş aparacağıq. Siz zəhmət olmasa bu un harda satılır, bir dənə onu göstərərdiniz bizə. Öldürsün bu. Gedək indi un harda satılır, o unlara baxaq. O unların böyük ehtimal ki, hamısında qurt var. Yəqin vaxtı keçib, ya nəsə upakovkasını başqa cür bağlayıblar. Hardadır o 5 kiloluqlar? Hə, gətir onu. Mehriban unudur. Yox, bu deyil. Hə, Mehriban. Hə, aysa, gətir. Hə, bu, siz buranın müdürü familyanız necədir? Məhəmməd Rəda. Məhəmməd Rəda. Gətir ona da baxaq. Dayı, məlumat verir ki, yəni çəksiz gəlir. Çek buradadır. Çeki göstərdiyimdə sizi qane eləmədi. Yox, çeksiz gəlib, gəlməyib. Ufaq onun içində qurtları görürsünüz. Deyirlər ki, Onun içində qurtları görürsünüz. Çeki götürün, çeki qaytaraq dedi. Necə? Çeki götürün, çeklə qaytarılmalıdır. Bu qaytarılmayacaq, qardaş. Qaytarılmağı neyəcək? Onu cəmaata paylı satırsınız. Bunun ağzına görə onda da qurt varmı? Bunun da ağzına açaq görə bunda da qurt varmı? Aç. Açın, qaytarıb çıxarsın. Yox, niyə alıram ki? Qurt var onda. Almasa sizdə bu məhsul niyə açaq yəni? Ya məhsulu sən kiməsə satacaqsan axı. Bu məhsulu sən kiməsə satacaqsan. Cavabdeh deyilsiniz, satdığınız mala cavabdeh deyilsiniz. Biz satdığımız malı çölünə cavabdeyik. İçinə cavabdeh deyilsiniz. Elə şey olar. İçində əgər vaxtı keçərsə, Hə. onu biz qaytara Bunun bilərik. vaxtı hara yazılır? İstifadə müddəti hara yazılır? Hə? İstifadə müddəti çünki undur deyə istifadə müddəti yox. Nətər onun istifadə müddəti olmur? Bilmirsən, amma deyirsən ki, biz ona cavabdeh deyilik, Biz cavabdeh. içinə cavabdeh deyilik, əmin malı çöldən Bacı olur, baxırıq. bir dənə baxın, zəhmət olmasa bunun istifadə müddəti hara yazılır? Nə yazılır? Çağır da başı çıxan kim varsa qızlardan çağır gəlsin, baxsın görə onun istifadə müddəti hara yazılır? İstifadə müddəti. Sən mühafizəsən, Bəli. sənin başın çıxmaz, sən satıcını çağır. Mən satıcı olmuşam. Satıcı olmuşsan onu göstər. Yoxdur axı üstündə, mən nədən göstərim? Ola bilməz, onun üstündə istifadə müddəti yazılmır bunların üstündə. İstifadə müddəti var. Arxasında. Ha? Parasına yazılır. Bu gələn şəxs çeksiz gətirib malı, deyib ki, malı qaytarılmalıdır. Çek də bizim də mühafizə ona təqdim edib ki, çeki götürün, elə qaytaraq. Həmin şəxslərin də çek olmab. Siz göstərdiniz, çek olmab. Biz, sizin adınız necə oldu? Ədalət bəy. Biz onu qaytarmırıq. Vətəndaş onu qaytarmır. Sadəcə bu məsələni ictimailəşdirəcəyik. Qida təhlükəsizliyindən sabah nümayəndə gələcək, dəvət edəcəyik. Biz də gələcəyik çəkilişlə Ballı marketi çəkəcəyik, göstərəcəyik ki, insanlar, mən deyirəm bunun ağzını aç görək, bu da şeydirmi, siz rasxoda getmək istəmirsiniz. Deyirsiniz ki, yox, biz bunu belə satacağıq. Siz bunu belə Mənim malının satırsınız. vaxtından var hələ. Harasına yazılır? De burada. Nə yazılır? Nə olacaq? Ha? Nə oldu? 10-cu ləkim vaxtı var. Bunun görü vaxtı nə qədərdir? Bunda yəqin ki, burada olub. Birinci gün almışsınızsa, birinci günə qədər bu ittifat olur. Yəni Yox, ittifat, bu nətər ittifat olur? Bu buradan ittifat ola bilər. Bu məhsulu siz dünən almamışsınız.
Həftənin birinci günü alıblar. Bilin. Çeki götürsəydiniz həmin şəxs. Ha. Biz aynı həmin yerdə, məqamda qaytarma eləyirik. Qaytarma da eləyəndə, yəni qaytarıb pulu müştəriyə veririk. Və müştəri istəsə burada alsın, yenisini alsın ya. Sonra siz nə tədbir görürsünüz? Sonra bu Onu malı sizə- qoyuruq ambara, baxırıq. Aha. Sonra firmaya zəng vururuq, firma bildirir. Aha. Əslində biz mal alanda malın vaxtımızı baxırıq. Vaxtımız varsa, mal cırıq deyilsə, yəni bağlıdırsa, biz ona cavab veririk. Yəni bunu istehsalat eləyənə, yəni içərisi bilmirik necə istehsalat olur. Yəni Yox, içindən qurd çıxıb, nümayəndəni çağırıb demirsiniz ki, 2 gündür bu, Çağırırıq, 2 bəli. gündür bu burada durub. bizə Birinci- məlumat verilir axı. Yox, bu gəlib burada, bu dünən gəlib. Bugün. Bugün. Ha. Siz bu firmanı çağırmamışsınız ki, ay firma, Sən gəl, sənin günorta. ha, Ha. sənin gətirdiyin unun içindən qurd çıxıb, demin maraqlanmırsınız? Biz bunun indi gedir, birində müştəri aparır, qoyub gedir. Müştəri qoyub gedir. Yox, müştəri qoyub gedir, bunun üstündən fakt çıxıb da siz də bunu satırsınız da, un, mehriban unu Bunun burada vaxtına satır. var, hələ ki qoymuşuq. Yəni bunu Vaxtı keçsə və yaxud biz də onu bunu biz danışmaq istəyirik. Müştəri demişik, çeki göstərin bizi qaytar. Müştəri deyib çek yoxdur. Amma siz də gəlirsiniz,